Salam, hər vaxtınız xeyir, əziz şagirdlər, əziz abituriyentlər. Bu günləri noyabr ayının, yəni ikisi OTK 9-cu siniflər üzrə buraxılış sınaq imtahanı oldu. Onun ingilis dili fənni üzrə izahını verəcəm və listening hələ ki paylaşılmayıb deyə listeningdən başqa digər sualların izahını verəcəyik. Başlayaq ingilis dilinin 56-cı sualı ilə. To the synonym of the underlined word, altından xətt çəkilmiş sözün sinonimini istəyir. Most teenagers have active lifestyle nowadays. Active burada elə energetic deməkdir. Yəni cavabımız olur bir də C bəndi. 57-də əvəzlik testidir. Deməli, birinci tərəfə biz qoymalıyıq adlıq şəxs əvəzliyi, subject pronoun. Fikir verin, burada xəbərimiz cəmdir. Üçüncü şəxsin təki qoya bilmərik. Hi ilə həz olmalıydı. Bu D-ni çıxıram. Yerdə qalan variantlara da ikinci tərəfdə baxsam, aslı yəli əvəzliyi qoymalıyıq. Çünki isim gəlibdir. İsim gəlibsə, theirs, ours çıxırdı. Bu şəxs əvəzliyidir. Yalnız mübtəda olur, cümlənin əvvəlində olur. Cavabımız olur aslı yəli B bəndi. I have finished my project this week. 58-də. Suddenly the children saw a big monkey. Yadımızda qalsın ki, hər hansısa bir sayılan tək isimin qabağına sifət qoyuruqsa, o mütləq qeyri-müəyyən artiklı, EN artiklı tələb edir. Yəni, mən bura E qoyacağam. Zaten biz bilirik ki, monkey sözü sayılan tək isimdir. Bunun qabağı boş qalmaz. Ona görə B və C bəndini çıxırıq. Boat sözü də samitlə tələffüz olunur deyə, bunu da qabağına ən qoya bilməliydik. Ona görə variantlarla çıxsaq, elə birbaşa qalır Y bəndi. 59-cu suala baxaq. Kəmiyyət göstəriciləri mövzusuna aiddir. She has useful information. Useful sifətdir. İsimimiz information'dır. Necə isimdir? Sayılmayan isimdir. Few'dur, a few'dur, many'dir sayılan cəm isim istəyir. A lotdan sonra ümumiyyətlə isim gəlmir. Cavabımız a lot of-dur. A lot of-dan sonra həm sayılan cəm isim gələr, həm də sayılmayan isim gələr. 60-cı sualda definition'dır. Which word best fits the following definition? Aşağıdakı verilmiş definitiona hansı söz uyğun gəlir? Having a lot of strength of force. Yəni, çoxlu gücə sahib olma. Yəni, bu nə deməkdir? Güclü. Ümumiyyətlə, yadımızda qalsın ki, definition ing-li feillə başlayırsaq, ora biz sifət yazmalıyıq. Bu feili sifət 1-dir. Cavabımız olur burada D bəndi. Powerful, güclü. 61-də agreement mövzusudur. Zeri, zeranın xəbəri özündən sonra gələn ilk ismə görə müəyyənləşir. Bura təkcə cəm xəbər qoyacağımızı different sifətli isimimiz booksdur. Cəm isim olduğu üçün xəbərimiz olmalıdır. Cəm, yəni 2-4-ü götürməliyik. Cavab olur D bəndi. 62-ci suala baxaq. Burada biraz yaxşı görünmür. 3 nöqtə burada var, bir də burada. Traditional Azərbaycani breakfast consists of butter and different types of white cheese. Burada variantlarla işləsəz kifayətdir. Butter sözünün sayılmayan isim olduğunu bilirik. O zaman EN artiklı qoya bilməyəcəm bura. A bəndi, Y bəndi, C bəndi gedəcək. Traditional sözü də samitlə tələffüz olduğu üçün bunun qabağına da ən qoya bilmərəm. Cavabımız olur B bəndi burada. Z traditional Azərbaycani breakfast. Davam edirik. 63-cü sual yenə agreement mövzusudur. Mübtəda xəbər uzlaşması, yəni. Önəmli qeydimiz nə idi burada? Agreement mövzusunda mübtədamız gerunddan və məslərlə verilirsə, o zaman xəbər həmişə tək olmalıdır. Burada da mübtəda hamısı gerundlarla verilibdir. Xəbərlərin tək olanlarını götürürük. Burada xəbər cəmdir, burada xəbər cəmdir. Sharing photos of animals on Facebook is my hobby. Burada da buying a small house was his dream. Gerundla ifadə olunubsa xəbər tək olur. Cavab olur C bəndi. 64-də sözləri definitionları ilə uyğunlaşdırırıq. Gale, külək, tufan, qasırğa deməkdir. Shower, leysan deməkdir. Fog da duman. Deməli, gale-ə uyğun gələcək strong wind. A very strong wind. B bəndi. Shower, leysan deməkdir. Heavy rainfall. Yəni, ağır yağış. 2-də C. 3-də də fog, dumandır. 3-də də A uyğun gələcək. A thick cloud in the sky, qalın bulud, havada qalın bir bulud. 1B, 2C. 1B, 2C, 3A, C bəndi. Davam edək. Is, zətçidir. Birinci tərəf və ikinci tərəfdə isim olmadığına görə biz hər iki tərəfə müstəqil yəli əvəzi qoymalıyıq.
isimsiz işlənən. My asılıdır, her asılıdır, yenə her asılıdır. Our asılıdır, burada cavabımız olur D bəndi. Hər üç tərəfdə müstəqillər. 66-da most beautiful animals deyir. Burada most sifətin üstünlük dərəcəsidir. Diqqət edin ki, mostdan sonra birbaşa sifət gəlirsə o üstünlük dərəcəsidir. Birbaşa isim qoysam əksər mənasını verir, əvəzi olur. Qabağında Z istəmir. Amma burada sifət gəlib üstünlükdür, Z qoyacağım. World sözü vahid olan isimlərdəndir. Z ilə işlənir. Hər ikisi Z olacaq A bəndi. 67-yə baxaq. Yəli al istəyir bizdən. I like Shakespeare's plays. Biz bilirik ki, yəli al özündən sonra isim istəyər. Plays də isimdə, əsər deməkdir. Bir düzdür. Burada children sözü qrammatik səhvdir. Kökdən dəyişib cəmlərin isimləri yəli ala apostrof esindən düşür. Burada S apostrofla yazırlar. Çıxıram bunu. Burada yenə isim gəlib. My brother's friend. Bu düzdür. Car sözü cəm isimdirsə, bunun qabağına this yox, this qoymaq lazım idi. Bu da səhvdir. 1-3. C bəndi. Davam edirik. Bizdən antonimlər düzgün istəyir. Huge, small, nəhəng, balaca antonimdir. Polite, nəzakətli, beneficial, faydalı. Bunlar antonim deyil. Strange, unusual, qeyri-adi. Bunlar isə sinonimdir. Clean, dirty, çirkli, təmiz, çirkli. Antonimdir. Old, young, qoca, cavan. Antonimdir. 1, 4, 5. Qısa mətnlərimizə baxırıq. Tərcümə eləyək birinci, sonra variantlara baxaq. Attention, diqqət. There is a storm coming on Wednesday, October 18th. Yəni, oktyabrın 8-i, 3-cü gün güclü bir qasırğa gəlir, yaxınlaşır. Please be careful and bring an umbrella or raincoat. Zəhmət olmasa diqqətli olun və özünüzlə çətir və yaxud da gödəkçə gətirin. School will be open. Məktəb açıq olacaq. But be safe on the roads. Amma yollarda ehtiyatlı olun deyir. The school will stay open on October 8. Bu düzdür də. Oktyabrın 8-i məktəb açıq olacaq. A bəndi düzdür deyiləm. Məktəb deyir açıq olacaq da burada deyir. 70-ə baxaq. Yenə attention, diqqət. In case of fire, yəni yanğın zamanı, use this emergency exit. Bu təcili zəruri çıxışdan istifadə edin. The alarm bell rings when the exit opens. Yəni çıxış açılanda alarm, həyəcan siqnalı, həyəcan zəngi çalmağa başlayacaq, çalır. Try to stay calm and read the exit. Sakit qalmağa çalışın və çıxışa çatmağa çalışın, cəhd eləyin. A bəndində people must find the alarm bell and push it if there is a fire. Deyir ki, insanlar bu zəngli saatı tapmalı və yanğın zamanı onu basmalıdır. Burada deyir ki, yanğın zamanı zəngi saatı tapmayın, çıxışa gedin. The alarm rings when there isn't any fire. Yəni, yanğın olmayanda isn't deyir. Zəngli saat çalır, səhvdir. Bu, in case of fire you mustn't stay calm. Yanğın zamanı sən sakit qalmamalısan, amma deyir ki, burada sakit qalın və çıxışa doğru çatın. Bu da səhvdir. People mustn't use the emergency exit when the bell rings. Zəng çalanda insanlar bu zəruri çıxışdan istifadə etməməlidir. Bu da səhvdir. Ondan istifadə etmək lazımdır. People must use the emergency exit if there is a fire. Bu düz deyil. Yanğın zamanı həmin o zəruri çıxışdan istifadə etmək lazımdır deyir. Y bəndi. Digər qısa mətnimizə baxaq. Dear Anthony, əziz Anthony, I'm here in Istanbul for a month. Mən İstanbulda bir aydır ki, buradayam. I'm staying in a house in the historical part of the city. Mən burada şəhərin tarixi hissəsində, tarixi tərəfində bir evdə qalıram. Our room is very large. Otağım çox böyükdür. It's very quiet in the daytime. Gün ərzində də sakit olur. We don't hear the noise from the street. Biz küçədən səs eşitmirik. The city center is very lively at night and we go for walks in the evenings. Yəni, şəhərin mərkəz hissəsi çox canlı olur gecələr və biz axşamlar gəzintiyə çıxırıq. I feel very relaxed deyə mən burada rahat hiss edirəm. See you soon, Julia. Tezliklə görüşərik, Julia. Deməli, A bəndi də deyir, Julia hears a lot of noise from the street in our room. Yəni, Julia bizim otaqda çoxlu səs eşidir küçədə. Amma burada deyir ki, mən gün ərzində səs eşitmirəm, sakit olur. Anthony wants to visit Istanbul too. Anthony İstanbula səyahət eləmək istəyir.
Onun haqqında burada heç nə yoxdur. Məktubu yazan Julia'dır, Antoniya göndərir, amma Antoninin ora gəlmək istəyi haqqında heç nə yoxdur. Julia hasn't walked in the city center in the evenings. Axşamlar şəhər mərkəzində gəzmir, amma deyir ki, biz axşamlar gəzintiyə çıxırıq. Burada deyir. Bu da səhvdir. Julia's house in the modern part of the city. Julia'nın evi şəhərin müasir hissəsində yox, historical part, tarixi hissəsində idi. Julia is very pleased with her traveling, səyahətindən məmnundur. Burada deyir ki, mən özümü rahat hiss eləyirəm, deməli məmnundur. Böyük mətnimizə də baxaq. Deməli, despite the presence of 600 million cars on the planet, the world's population is more than 7 billion. Deyir ki, 600 milyon maşının planetimizdə mövcud olmağına baxmayaraq, dünya əhalisi sadəcə 7 milyarddan çoxdur. This means that most people use various type of transportation. Bunun mənası odur ki, əksər insanlar müxtəlif növ nəqliyyat vasitələrindən istifadə edirlər. Birbaşa suallara baxaq. What does the experience of European and Asian countries show? Avropa və Asiya ölkələrinin təcrübələri nəyi göstərir, nəyi sübut eləyir? Avropa və Asiya ölkələrinin təcrübələri burada deyir. The experience of European and Asian cities shows that if buses, metros and trains are made comfortable and safe, yəni əgər avtobuslar, metrolar, qatarlar daha təhlükəsiz olsa, many residents will choose public transport instead of cars. Əksər insanlar maşınların yerinə ictimai nəqliyyata üstünlük verəcək. O zaman burada the number of public transport users can be increased by creating, bəndi düzdür də. Deyir ki, ictimai nəqliyyat istifadəçilərinin sayını təhlükəsiz şərait yaratmaqla artırmaq olar. Düzdür də, orada da deyir ki, metrolar, qatarlar daha rahat, daha təhlükəsiz olsa, insanlar daha çox istifadə edəcək. Bəndini düz veriblər. 73-də mətn nə haqqındadır? Yəqin ki, mətni oxumusunuz. Mətn ictimai və şəxsi maşınlardan, nəqliyyatdan istifadə. Maşın demək, nəqliyyatdan istifadə haqqındadır. Cavabımız olar burada. D bəndi 74-də bizdən səhv olanı istəyir. Using cars take much time to get to certain destination. Maşından istifadə eləmək daha çox vaxt aparır müəyyən bir məsafəyə çatmaq üçün. Bu, yəqin ki, səhv olar düşünürəm. Gəlin, baxaq görək. Çünki şəxsi maşınlar ictimai nəqliyyata nisbətən daha sürətli olur. Bax, burada deyir ki, in many parts of North America, public transportation is considered a disadvantage. Şimali Amerikanın bəzi hissələrində ictimai nəqliyyat mənfi cəhət sayılır. Those who use public transportation face many problems, while a car allows them to get their destination faster. Yəni, ictimai nəqliyyatdan istifadə edənlər bəzi problemlərlə üzləşirlər, hansı ki, öz şəxsi maşını olanlar müəyyən bir yerə daha sürətlə çatırlar. O zaman maşından istifadə eləmək müəyyən bir yerə çatmaq üçün çox vaxt götürə bilməz. Onda bu bəndini səhv kimi götürək, yaxşı digərlərinə də baxaq. Most African and Asian people use public transportation. Əksər Asiya və Afrika ölkələri ictimai nəqliyyatdan istifadə edir, bu düzdür. The number of cars is fewer compared to world's population. Yəni, dünya əhalisinin, daha doğrusu maşınların sayı dünya əhalisinin sayından azdır. 600 milyon maşın var, 7 milyarddan çox insan var. Səhvdir. Using bikes cannot damage people's health. Velosipeddən istifadə eləmək insan sağlamlığına zərər vura bilməz. Bu da düz olar. Deyir ki, some cities have changed their streets into bike paths, helping to improve people's health. Düzdür də, deyir, bəzi şəhərlər küçələri velosiped yollarına çevirirlər. Nə üçün? İnsanların sağlamlıqlarını inkişaf elətdirməyə kömək olsun deyə. Yəni, bu düz olacaq. In New York and London, many of the citizens don't have personal car. London və New Yorkda əksər insanların şəxsi maşını yoxdur deyir. Many residents of New York, Paris and London don't possess elə having sinonimidir. Malik olmaq. Yəni, öz şəxsi maşına sahib deyirlər. Bu da səhv olan A bəndidir. 75-ə baxaq. In North America, public transport is considered a disadvantage because Şimali Amerikada ictimai nəqliyyat mənfi cəhət sayılır. Çünki, burada indi oxudum o cümləni, burada deyir, baxın, transport is considered a disadvantage. Those who use public transportation
face many problems. Çoxlu çətinliklərlə üzləşirlər. Deməli, it causes certain problems. Orada da face many problems yazılmışdı. Burada cavabımız olur D bəndi. Yəni, bir neçə müəyyən bir problemlərə səbəb olur. 76-da bizdən düzləri istəyir. In France, electric powered street cars are quite noisy. Yəni, Fransada elektrik gücü ilə işləyən küçə maşınları çox səs-küylü olur deyir ki, bunun haqqında in French towns electric trams run silently. Yəni səssiz hərəkət eləyir. Səs-küylü falan olmur. Ona görə buradan biri səhv götürəcəyik. 2-də some people experience hardship while using public transport. Bəzi insanlar ictimai nəqliyyatdan istifadə edərkən çətinlikləri təcrübə eləyirlər. Bu düzdür. İndi elə oxumuşdum ki, Şimali Amerikada o mənfi cəhət sayılır. Çünki o bəzi problemlərə səbəb olur. Public transportation can be more expensive than private cars. İctimai nəqliyyat şəxsi maşınlardan daha bahalıdır. Amma bu yəqin ki, səhv olar. Baxın, burada deyir ki, public transportation can be faster, more comfortable and cheaper than a personal car. Yəni, daha ucuzdur, bahalı deyil. Ona görə burada cavabımız 1 səhvdir, 3 səhvdir, 2, 4 olacaq. Listeningin materialı əlimdə olmadığına görə, yəqin ki, onu bugünə, sabaha paylaşarlar. Paylaşandan sonra qrupa göndərəcəm. Onu da Telegram kanalında mən onsuz da bütün mümkün olan sınaqları paylaşıram. PDF-lərin, dinləmələrin, cavabların, izahların filan nə oldusa paylaşıram. Telegram kanalına qoşula bilərsiniz. YouTube-un aşağısında, yəni bu videonun aşağısında link yerləşdirəcəm. Bu sınağın PDF-i də olacaq orada. Oradan daxil olub Telegram kanalına qoşula bilərsiniz. Kanala da abunə olmağı unutmuruq ki, bu videolarla tez zamanda tanış ola bilək. Hər birinizə uğurlar.